Təqdimatın nümayişini daha baxımlı etmək üçün slayda daxil edilmiş obyektləri hərəkətə gətirmək olar. Gəlin, animasiyanın imkanlarını işarələnmiş siyahı üzərində öyrənək. BTM təqdimatını açın. 3-cü slayda keçin. Slaydların nümayişi Slideshow menyusundan istifadəçi animasiyası Custom Animation əmrini seçin. Açılan pəncərənin animasiya obyektləri Check to Animate Slide Objects siyahısından slaydın başlığı Text 1 və işarələnmiş siyahı Text 2 obyektləri göstərilir. Mətin 2 Text 2 seçin. Sonra başlığı Text 1 seçin. Seçilmiş obyektlər animasiya ardıcıllığı Animation Order siyahısına keçirilir. Bu siyahı obyektlərin hansı ardıcıllıqla hərəkətə gətiriləcəyini göstərir. Bu siyahıya görə birinci işarələnmiş siyahı, sonra isə başlıq hərəkət etməlidir. Biz isə slaydın nümayişinə başlıqdan başlamaq istəyirik. Buna görə ardıcıllığı dəyişməliyik. Aşağıdakı siyahıdan başlığı Text 1 seçin. Siyahının sağında yerləşən ox işarəli Move düymələrindən istifadə edib başlığı birinci sətrə keçirin. Automatically sətrini işarələyib yanındakı sahədə 2 yazın. İndi obyektlər hər 2 saniyədən bir hərəkətə gətirilir. Pəncərənin effektlər Effects səhifəsində animasiya effektləri, diaqram effektləri, Chart Effects səhifəsində diaqramlar üçün müxtəlif effektlər, Multimedia Settings səhifəsində isə multimedia obyektlərinin parametrləri göstərilə bilər. Baxış Preview düyməsi ilə slaydın obyektlərinin hərəkətinə xüsusi pəncərədə baxmaq olar. OK düyməsini basın.